15 gün sonra nəhayət yenə buradayam. Hal-hazırda parkdayam, oturmuşam. Yürüyüşdəydim, sabah yürüyüşündə və belə bir qərara gəldim ki, kanal üçün bir video çəkək. Demək olar ki, 10-15 gündür kanala bir video gəlmirdi. Bunun müəyyən səbəbləri var idi. Çünki necə dediyim kimi çətin bir dönəmdən keçdim və biraz kanalı ihmal etmək məcburiyyətində qaldım. Biraz çətin idi açığı. Yəni bilmirəm, bundan sonra kanala yəqin ki video atmağa çalışaram. Belə bir sual yaranırdı. Daha çox kanala yorumlara gəldi ki, bəs kanal bağlandı mı? Mehrac bitdi mi? Bitmədi. Davam edəcək. Ancaq bu 2 həftə necə deyim, biraz ağır keçdiyinə görə kanalda axsama istər-istəməz oldu. Şəxsi inkişafa da ara vermişdim. Yenidən başladım dünən. Bu gün də yəni başladığımın izləri var. Sabah yürüyüşünə çıxmışam. Avqust ayı gəldi çatdı. Yəni bir ay sonra artıq universitetə başlayacaq. Yəni bitdi dedikdə imtahanlar bitdi. İkinci cəhdin cavabları çıxdı. Aşağı yazdığıma görə cavabını deməyəcəm. Yəni biraz aşağı yazmışam açığı. Yəni birinci cəhdinə bal yığmışamsa onunla gedəcəm. Böyük ehtimal. Hazırlıqlar, məktəb, dostluqlar hamısı bitdi. Bu arada kanalın kontentini artıq dəyişdirmək qərarına gəlirəm. Yəni dəyişdirmək deyil də cüzi bir düzəliş eləyəcəyik məsələn. Arada sırada vlog tipli, maraqlı, macəra videoları falan da gələcək kanala. Arada məlumat videoları da gələcək. Amma arada şəxsi inkişaf videoları da gələcək. Bəlkə arada dərs videoları da gələcək. Yəni kanalın kontentini biraz genişləndiririk açığı. Ümidvaram ki, bu qərarımdan peşman olmaram. Belə dediyim kimi vlog videosundan bildiyiniz kimi bayraq meydanına gəldim. Belə qısaca bir göstərmək istəyirəm. Xatirə qalsın. Yəni xatırlayıcısa vlog videosuna bura gəlmişdik. Əslində bura gəlməkdə məqsədim bir kitab gətirmişəm, sizlərlə kitab oxuyacaqdım. Və dedim ki, hazır fürsət var, bir video çəkim. Çox rahat bir yerdir bu arada. Prosta günəş düşürsə, ola bilər biraz problem çıxsın. Yəni video formatları da dəyişiləcək. Tamamilə yenilənmiş bir Mehrac olaraq qarşınıza çıxacağam. İlk videomuzu bilmirəm, haçansa çəkəcəm. Yəqin 1-2-3 gün sonra gələcək o video. Markalarla bağlı bir videolar yəqin ki. Fitness videolarımız da gələcək. Sadəcə necə deyim, biraz videoların sayını, videoların növünü artıracaq. Belə deyək. Bəlkə video sayı stabil qalar. Yenə keçən ilki stillə gedərik. Həftədə 3 video. Ancaq necə dediyim kimi bəzi problemlər yaşamışam. Yəni bu problemlərin içində video çəkməyə bir saniyə belə vaxtım olmadı. Həm də ki, rayon yerində olduğumuza görə və ev şəraitində fikirləşsək, video çəkmək, məsələn, bir var öz evində video çəkəsən, bir də var rayonda hər hansısa bir evdə video çəkəsən, istər-istəməz çətinlik yaradır. Yəni belə, bu arada buraya qədər gəlmişiksə, bir təşəkkür videosu da olmasını istəyirəm. Çünki sizinlə demək olar ki, 1 ildir tanışıq, 1 ildir bu kanala video atırıq, 1 ildir məni Mehrac deyə tanıyırsınız. Bəziləriniz buraxılış videolarından tanıdınız. Amma məni 1 il öncədən belə izləyənlər var. Mənə dəstəkləriniz üçün həqiqətən də hər birinizə təşəkkür edirəm, hər birinizə minnətdarım. Sizin dəstəkləriniz sayəsində 1380 abunəyə gəlib çıxdıq. Düzdür, video atmadığıma görə bunun bir cəzası oldu. Abunələrimiz azaldı. Kanal bu aralar çox çətin bir dönəmdən keçir. Sizdən xahişim sadəcə videoyu bəyənib kanala abunə olmağınızdır. Yəni sürətli bir şəkildə yay sonuna kimi 1500 abunə hədəfləmişəm. Əgər hədəfləmişəmsə də disiplinli olaraq videolar atılacaqdır. Artıq daha peşəkar bir yanaşma gözləyirəm özümdən. Biraz danışdıq. İxtisas seçimi ilə də bağlı danışarıq hər halda.
Yəni demək olar ki, 5-10 gün sonra ixtisas seçimləri olacaq. O zaman da bəlkə Bakıda olsam bir video gələr. Bilmirəm, yəni ixtisas seçimi də qalmışam əslində. Bu bir ay mənə çox şey öyrətdi açığı. Yəni bu son 2 həftə üzgüçülüyə getmişdim. Bu arada üzməyi öyrəndim, bunu da deyim. Yəni peşəkar şəkildə olmasa da normal şəkildə üzməyi bilirəm və çox maraqlı bir idman növüdür. Bəlkə gələcəkdə üzməklə, üzgüçülüklə bağlı videolarımız da gələcəkdir kanala. Nəysə, çox uzatdıq. Yəni bu çətin dönəmdə sizlərdən istədiyim kanala abunə olub videonu bəyənməyinizdir. Bu kifayət edir. Əgər video haqqında fikirləriniz varsa şərhlərə də yaza bilərsiniz. Yeni bir formata keçirik. Yəni deyə bilərsiniz ki, Meyraz bu format istəmirik. Köhnə formatla davam edək, onu da yaza bilərsiniz. Ancaq köhnə formatın daha sıxıcı olduğunu düşünürəm. Ona görə yeni bir formata keçəcəyik. Bəzən macəra videoları gələcək, bəzən vlog videoları gələcək. Arada sırada şəxsi inkişaf, stoikizm videoları gələcək. Sonra maraqlı faktlar, maraqlı məlumat videoları gələcək. Müxtəlif videolarımız olacaq kanalda. Yəni bu qədər. Hər halda yəni kanal bu dəqiqə yerlərdə süründüyünə görə bu videoyu inanmıram kimsə izləsin. Amma yenə də mən vəzifəmi yerinə yetirib videoyu çəkim. Nəysə, çox uzatdıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Salamat qalın.